Hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bugün sizinlə 5-ci sinifin 12-ci mövzusu olan oduncağın əl alətləri ilə burğulanması mövzusunun izahına baxırıq. Birinci baxaq burğulama nədir? Burğulama, burğu vasitəsilə bütöv materialda silindrik deşiyin açılması prosesidir. Deməli, nə oldu? Silindrik deşiyin açılması prosesidir. Burğulama, kəsmə və deşmə prosesini yerinə yetirir. Bu zaman burğu yuxarıdan aşağıya doğru hərəkət edir, fırlanaraq yonqarı çıxarır. Bu proses burğulama prosesi adlanır. Burğulama zamanı iki cür deşiklər yarana bilər. Bu deşiklər iki tərəfi və ya bir tərəfi açıq deşiklər olur. Baxın, deməli şəkil A-da hər iki tərəfi açıqdır deşiyin, amma şəkil B-də bir tərəfi açıqdır, digər tərəfi isə bağlı deşikdir. Deməli, en kəsikdə əsasən açılan deşik dairəvi olur. Yəni, ən çox dairəvi deşiklər olur. Bu, gördüyümüz şəkildəki deşiklər də dairəvi deşiklərə aiddir. Amma en kəsikdə müxtəlif formalı deşiklər açıla bilər. Bunlar dairəvi, oval, kvadrat, düzbucaqlı, altıbucaqlı olur. Dodak sözü ilə yadda saxlaya bilərik. Baxın, dodak. Dairəvi, oval, düzbucaqlı, altıbucaqlı və kvadrat. Bu şəkildə yadda saxlaya bilərik. Burada onların dərəcələri də verilib. İki tərəfi açıq deşiklər 12 deməli dərəcə bucaq yazılıb burada. Bir tərəfi açıq deşikdə isə 15, daha doğrusu bu diametr kimi nəzərdə tutulur. Deməli, burğu ilə dairəvi deşiklər asan və dəqiq burğulanır. İndi baxırıq burğularımıza. Burğuların ən geniş yayılmış növü spiral şəkilli burğudur. Spiral şəkilli burğu isə şəkil A-da verilmişdir. Deməli, bir hissəsi var, o da əsas kəsən tili var. Və digər burğulara baxırıq. Şəkil B-də verilən mərkəzvari, C-də şinekvari, C-də isə spiralvaridir. Bunlardan spiralvari və mərkəzvarinin, daha doğrusu spiralvari ilə qaşıqvarinin bir hissəsi var. Onların sadəcə əsas kəsən tili var. Bu spiralvari, bu da qaşıqvaridir. Bunların sadəcə əsas kəsən tili var. Amma deməli, mərkəzvari və şinekvari burğuların bunların isə 3 hissəsi var. Onlar əsas kəsən til, spiralvari kəsən til və təpə hissələrdən ibarətdir. İndi bunların görüntüdə baxaq, necə görünürlər. Baxın, şəkil 1-də verilən əsas kəsən tildir. Əsas kəsən til bu, qələmi götürək, bu oval hissələr nəzərdə tutulur. Yəni, bunlar kəsir. Fırlandıqca pəstahı onlar kəsirlər, detalı daha doğrusu. Şəkil 2-də görünən isə təpəsidir. Baxın, şəkil 2-də. Bunlar təpə hissələrdir. Şəkil 3 isə spiralvari kəsən tilə aiddir. Sonra davam eləyək digər hissələrindən. Deməli, nəyə qeyd edirik? Burğunun diametri onun milində, millimetrlərlə qeyd olunur. Harda? Milində və millimetrlərlə qeyd olunur. Digər hissəyə keçid edək. Deməli, davam edirik hardan? Burğunun işlək hissəsində 2 əsas kəsən til və 2 spiralvari kəsən til olur. Baxın, burada yazıb 2 əsas kəsən til, 2 spiralvari kəsən til olur. Burğulama zamanı burğunun lifləri kəsilir və bu zaman yonqar vintvari qanovlarla xaricə çıxır. Vintvari qanovlar. Deməli, burğunun quyruq hissəsi onun əl direlinin və yaxud mexaniki əl direlinin patronundan bərkidilməsi üçündür. Quyruq hissəyə nə bərkidilir? Patron bərkidilir. Deməli, sual düşə bilər ki, burğunun patronu hara bərkidilir? Daha doğrusu direlin patronu burğunun quyruğuna. Direlin patronu burğunun quyruq hissəsinə bərkidilmək üçündür. Burada da qeyd olunub əl direli və mexaniki əl direlləri var. İndi baxaq, bu mexaniki əl direli və ya əl direli hansı hissələrdən ibarətdir? Deməli, dayaqdan, fırlanma dəstəyi, burğu və patrondan ibarətdir. Dayağımız hansıdır? Baxın, birincidə əl direli verilib. Bu isə dayaqdır. Dayaqdan fırlanma dəstəyindən, ikincisi buradan tutub fırladırıq. Bu fırlanma dəstəyidir. Üçüncüsü deməli
patrondur. Daha doğrusu üçüncüsü burğudur. Dördüncüsü patrondur. Bu burğudur, bu da patrondur. Bu əldirelinin hissələri oldu. Mexaniki əldirelində isə elektrik, daha doğrusu sadə əldirelinə nisbətən bir tək deməli hissə artıqdır. Bu isə tutma dəstəyidir. Bunlar hansıdır? İndi baxırıq onlara. Mexaniki əldirelincə birincisi dayaqdır. İkincisi fırlanma dəstəyidir. Üçüncüsü tutma dəstəyidir. Bu sadə əldirelində yoxdur. Dördüncüsü patrondur. Beşincisi burğudur. Bu da mexaniki əldirelinin hissələri. Bir tək artıq olan hissəsi var. O da deməli tutma dəstəyidir. Deməli, digər hissələrə davam edirik. Burada burğulama üsulları qeyd olunub. Baxın, burğulama üsulları birincisi verstakın sıxacında 2 dənə sıxac arasında sıxılıb. Bu şəkildə burğulanır. Digəri isə dayaq üzərində. Deməli, burğulama üsullarımız hansılar oldu? Verstakın sıxacında və dayaq üzərində. Burğulama əvvəl pəstahın səthinə açılacaq deşiyin mərkəzi karandaş və ya biz ilə nişanlanır. Deməli, nə edirik? Bu ardıcıllıqdır. Birinci, hansı hissədə burğulama aparmaq istəyiriksə, həmin deşiyin mərkəzini karandaş və bizin köməyi ilə nişanlayırıq. Daha sonra drelin burğusunu pəstahın səthində qeyd olunmuş nöqtəyə düz bucaq altında qoyuruq. Bu da suallara tez-tez düşür. Sol əlin ovcu ilə drelin dayağını sıxırıq və sağ əlimizin dəstəyində sadə əqrəbi istiqamətində fırladırıq. İndi baxın, şəkil üzərində baxaq ona. Birinci nə etdik? Məsəl üçün, bu bizim dayağımızdır. Biz burada burğulama aparmaq istəyirik, qeyd elədik. Nə ilə qeyd elədik? Karandaş və yaxud da ki, bizlə. Qeyd edəndən sonra drelin burğusunu, yəni bu hissəsini pəstahın üzərinə qoyduq, yerləşdirdik. Düz bucaq altında, düz bucaqdır, baxın, düz bucaq, bu da pəstahımız. Düz bucaq altında yerləşdirdik. Sol əlin ovcu ilə drelin dayağını sıxırıq. Dayağımız haradaydı? Deməli, dayağımız birinci idi. Bu hissəni sol əlin ovcu ilə sıxırıq. Deməli, sol əlin ovcu ilə nə etdik? Deməli, harada qalmışdıq? Sol əlin ovcu ilə, drelin dayağını sıxırıq. Dayağımız buraydı, sol əlin ovcu ilə sıxdıq. Sağ əlimiz ilə isə dəstəyimizi sadə əqrəbi istiqamətində fırlayırıq. Bu ardıcıllıqda yadda saxlayırıq. Daha sonra iki tərəfi açıq deşiklərin burğulanması zamanı burğunun sonunda təzyiqi azaldırıq. Çünki əgər təzyiq azaltmasaq, bizim oduncağımız sınıb qopa bilər. Bunun üçün də təzyiq sona yaxın azaldılmalıdır. Deməli, pəstahın altına taxta parçası qoyulur ki, qoyulur və vintli sıxac ilə o verstaka bərkidilir. Belə olduqda deşiklər hamar alınır və verstakın qapağı zədələnmir. Bunlar ayrı-ayrıdır. Əgər soruşsa ki, niyə sonuna yaxın təzyiq azaldılır? Oduncaq sınıb qopmaması üçün. Amma deməli, taxta parçası ilə vintli sıxacda niyə sıxılır? Bu zaman deşiklərimiz hamar alınsın və pəstahımızın səthi zədələnməsin deyə. Təhlükəsizlik qaydalarına baxırıq. Pəstahı və taxta altlığı verstakda etibarlı bərkidirik. Burğunun patronunda etibarlı bərkidirik. Əl və elektrik əldirelini möhkəm düz tuturuq. Dəstəyi sərbəst fırladırıq. Əl və elektrik mexaniki əldirelinin burğusunu verstakın üzərinə özümüzdən qabağa yönəltməklə deməli qoymaq lazımdır. Bu da bizim təhlükəsizlik iş qaydaları. Keçid edək digər mövzumuz olan oduncağın hissələrinin birləşdirilməsinə. Oduncağın hissələrini birləşdirmək üçün, yəni məmulatları mismar, şuruf və yapışqandan istifadə olunur. Birinci mismarla birləşdirməyə baxaq. Mismar hansı hissələrdən ibarətdir? Deməli, mismar, başlıq, mil və uc hissədən ibarətdir. 3 hissəsi var. Təyinatından asılı olaraq mismarlar diametrinə, uzunluğuna və başlığının formasına görə seçilir. Nə oldu? Diametr, uzunluq və başlığının formasına görə seçilir. Bunu deməli başqa cürdə yaza bilərik. Qaldığımız yerdən davam eləyək. Deməli, dedik ki, mismarlar təyinatından asılı olaraq başlığının formasına görə
Bir dəqiqə. Başlığının formasına görə, uzunluğuna və diametrinə görə fərqlənir. Bu, bud sözü ilə də yadda saxlaya bilərik. Sonra mismarı vurmamışdan əvvəl onun yerini nişanlayırıq. Mismarla birləşdirmə zamanı əsasən nazik detalı qalın detala mismarlayırıq. Mismar vurarkən çəkici ilə tutmaq lazımdır ki, əlimiz dəstəyin ucundan 20-30 mm məsafədə olsun. Əvvəlcə mismarı sol əlin baş barmağı ilə və şəhadət barmağı arasında tutulur. Sonra başlığına çəkiclə yüngül zərbələr vurulur. Mismar oduncağa girdiyindən sonra sol əl yığışdırılır və daha möhkəm zərbələr vurulur. Burada da ardıcıllıq var. Deməli, nə var? Birinci yeri nişanlanır. Bunu silək, yenidən yazaq. Deməli, birinci yerini nişanlayırıq. Hardaydı o? Nişanla 1. Mismar vurarkən qalın detal, nazik detala bu ardıcılığımıza aid deyil. Sonra elə tuturuq ki, 20-30 mm, bu da ikincidir, məsafədə olsun. Əvvəlcə mismar deyir, bu yazının üstündən xət çəkmişəm. Deməli, sol əlin baş barmağı və şəhadət barmağı ilə tutulur. Sonra bu da üçüncü olsun. Sonra çəkiclə yüngül zərbələr vurulur 4. Mismar oduncağa girəndən sonra sol əl yığışdırılır və daha möhkəm zərbələr vurulur. Bu da 5. Bu da deməli mismarın vurulma ardıcıllığına aiddir. Şəkillərdə də verilib. Deməli şəkil A-da mismar vurulur. B-də və C-də isə çıxarılma əməliyyatları yerinə yetirilir. İndi nə zaman çıxardırıq? Buna baxırıq. Mismarı vurduq. Vuran zaman mismar əyilirsə, onu kəlbətinin, baxın burada kəlbətin var, kəlbətinin ağzındakı, kəlbətinlə çıxardırıq və yaxud da ki, burada da çəkicdir, çəkicin ağzındakı xüsusi, deməli, yarığın köməyi ilə mismar çıxarılır. Nə zaman? Mismar əyilərsə. Bunların vasitəsilə çıxarılır. Deməli, məmulatın səthini zədələməmək üçün görürsünüz, hamısının altına taxta parçası qoyulubdur. Həm çəkicin, həm də kəlbətinin. Əgər vurulan zaman mismarın ucu digər tərəfdən çıxıbsa, onu metal sağanaq üzərində əyir və yenidən oduncağa vururuq. Baxın, burada mismarı pəstəxin üzərinə vurublar. Vurandan sonra digər tərəfdən çıxıb. Onu çəkiclə vururlar, bax, bu şəkildə göründüyü kimi əyilir, taxtaya vurulur. Bunun məqsədi isə işin möhkəmliyini artırmaqdır. Yəni, digər tərəfdən vurulan mismarı əyib yenidən oduncağa vururlar və işin möhkəmliyi artırır. İndi bizə 2 dənə sual ortaya çıxır. Birincisi, mismar əyilərsə nə edirik? İkincisi isə mismarın ucu digər tərəfdən çıxarsa bu zaman nə edirik? Hər ikisini cavabladıq. İndi keçirik şuruplara. Şuruplar nədir? Deməli, burada yazılıb şurupla birləşdirmə mismarla birləşdirmədən daha etibarlıdır. İndi sual oluna bilər, hansı birləşmə daha etibarlıdır? Yəni, bu üçü arasında mismar, şurup, yapışqan arasında təbii ki, şurupu götürəcəyik. Çünki kitab bizə elə verib. Şurup hansı hissələrdən ibarətdir? Başlıqdan, vinç şəkilli mildən və ucluqdan. Mismarda sadəcə başlıq, mil, ucu hissə idi. Şurupda isə vinç şəkilli mil var. Bunları da yadda saxlayırıq. İndi baxırıq təyinatından asılı olaraq şuruplar hansı uzunluqlarda olurlar, necə olurlar daha doğrusu, uzunluğuna, qalınlığına və başlığının formasına görə seçilirlər. Bu da deməli bug sözü ilə yadda saxlaya bilərsiniz. Deməli belə. Sonra nəyə baxırdıq? Şurupların başlıq formaları yarım dairəvi, gizli və yarım gizli formalarda olurlar şuruplar başlıqlarına görə. Yarım dairəvi, bir dəqiqə şəkillərin üzərində də göstərək. Burada baxın. Yarım dairəvi, gizli, bu yarım dairəvidir, bu dairənin yarısıdır, bu gizlidir, bu da yarım gizli şuruplara aiddir. Ən geniş yayılmış şuruplar isə hansıdır? Təbii ki, gizli şuruplardır. Şuruplama əməliyyatı necə yerinə yetirilir? Deməli, şuruplama əməliyyatı burğu ilə şurupun başlığı üçün yuvanın açılmasından və vintaçanla şurupun burulmasından. Burğu ilə şurupun başlığı üçün deməli deşik açırıq. Baxın, burada burğu ilə şurupun başlığı üçün deşik açılır. Vintaçanla isə şurup burulub ora bərk edilir. Bu əməliyyatı da yadda saxlayaq. Sonra keçid edirik nəyə? Deməli, yapışqana, detalların yapışdırılmasına. Yapışqanlarımız təbii və sintetik olur. Sintetik yapışqanımız PVA-dır. PVA ağ rəngli qatı maye şəklində olur.
qatı maye şəklində olan nə oldu? PVA oldu. PVA-dan məktəb emalatxanalarında istifadə olunur. Əslində hər üçündən məktəb emalatxanalarında istifadə olunur. Həm kazein, həm xarrat, həm də PVA yapışqanından. PVA qatı olduğuna görə fırça ilə detalın səthinə çəkilir. Kazein yapışqanı isə sarı rəngli tozdur. Sarı rəngli toz nə oldu? Kazein. Onu suda həll edirik və deməli 3-4 saat ərzində bizim kazein yapışqanımız istifadəyə yararlı olur. Yapışdırılma üçün də ardıcıllıq var. Deməli, yapışdırmadan əvvəl nə edirik? Detalın səthini tozdan, yonqar qırıntılarından, çirkdən təmizləyirik birinci. Sonra yapışqanı çəkirik oduncağın səthinə. Onun hopmasını gözləyirik 2-3 dəqiqə. Sonra detalları bir-birinə birləşdiririk. Birləşdiriləndən sonra onları verstakın sıxacında möhkəm sıxırıq. Bu da bizim verstakımızdır və sıxacımız görülür. Deməli, ardıcıllıq nə oldu? Birinci çirkdən təmizlədik. Sonra ikinci 2-3 dəqiqə gözlədik. 2-2. Sonra deməli, neynədik? Detallarımızı bir-birinə yapışdırdıq və verstakın sıxacında möhkəm sıxdıq. Verstakın sıxac hissəsinə də baxaq, yəni şəklimizə. Deməli, birinci, ikinci bizim yapışdırılan detallarımızdır. Bu 1 ilə 2 yapışdırılan detaldır. Aradakı 3 yapışqandır. 4-cü vintli sıxacdır. Bu G şəkilli sıxac adlanır. Bunu 7-ci sinifdə keçəndə daha ətraflı məlumat alacağıq. Deməli, 5-ci vintli sıxacımızdır. 6-cı isə onun dəstəyidir. Baxırıq nəyə? Təhlükəsizlik qaydalarına. Başlığı dəstəyinə möhkəm qeydirilmiş çəkiclə işləmək lazımdır. Bəli, çünki çəkicin başı qopa bilər. Çəkiclə işləyən yoldaşınızın arxasında dayanmayın. Şurupun novuna uyğun vint açan seçin. Bu da suallarda qarşınıza çıxacaq. Şurupu düzbucaq altında bərkidin. Bayaqlarım burğulama dərsində qeyd etmişdik şuruplamanı. Daha sonra şurupu burandan sonra onu əlinə tutmayın. Şurupu burduqdan sonra başlığında olan çıxıntıları sumbata kağızı və Y ilə təmizləyin. Bu da suallarda daha çox qarşılaşacağımız məqamdır. Hissələri yalnız altlıq taxta üzərində yapışdırın. Niyə altlıq taxta üzərində yapışdırırdıq? Çünki detalımız zədələnməsin deyə. Daha sonra yapışqanla işləyərkən əllərimizi və gözlərimizi qoruyuruq və işlərdən sonra əllərimizi sabunlayıb yuyuruq. Bu dərsimiz də bu qədər.